Birinə Huri, digərinə Nuri veriləcək anlayışı doğru deyil. Yəni Mehdi gəlib nə edəcək? Siz peyğəmbəri poçtalyon kimi təqdim edirsiniz. Bu da yanlışdır. Güya peyğəmbərin bir gündə 12 xanımı ilə birlikdə olduğu yazılır. Mən dedim peyğəmbər heç bir zaman şərəfsizlik eləməz belə. İlk Qurandan başladım sorğulamağa. Quran tərcüməsindən baxırdıq ki, qadın deyib döyülə bilər. Bu peyğəmbər əl çatmaz olur. Göydə uçur. İslamda seyidlik anlayışının olmadığını, cadu, sehir və sair kimi məsələlərin olmadığını bildirdi. Sahibukum, sizin dostunuz deyil. Mən onu özümküləşdirmək istəyirəm. Mən onu uçan, əl çatmaz deyil, özümünki kimi bilib elə yaşamaq istəyirəm. Yoxsa peyğəmbər məsələn insanların arasında olduğu zaman ən hündürü o görünərdi. Peyğəmbər yatsa da güya yuxuya getməzdi. Ona görə Allah bizə 6236 mesaj göndərib, SMS göndərib. Quranın ölülər üçün olduğuna dair bircə belə ayə yox. İçki içənin hökmü öldürülməkdir və yaxud da dindən dönənin hökmü öldürülməkdir. Donuz əti yediyimə görə cəhənnəmliyəm deyə bir ifadə yoxdur. Peyğəmbərlərin də səhv olub. Cənnətdə qadına kişi veriləcək, nə deməkdir? Bizim bu cənnət təsəvvürümüzün yanlışlığından qaynaqlanan bir məsələdir. Yəni bugün Allah bizə bizim anlaya biləcəyimiz şəkildə bəzi məsələləri çatdırır. Amma cənnətdə əgər kişilərə qadın veriləcəksə, o eyni məntiqlə qadınlara da kişi verilməlidir. Çünki əksinə iddia eləmək patriarxal yanaşmadır, kişi yönümlü bir fikirdir, düşüncədir. Bu isə belə bir şəkildə belə bir şeyin olduğu doğru deyil. Çünki orada qeyd olunan huri sözü, məsələn İsa peyğəmbərin də həvarilərindən bəhs olunur, o da hur sözündəndir, kökü eynidir. Amma İsa peyğəmbərin həvarilərinin hamısı kişilərdir. Yəni buradakı o huridir, qılmandır, vildandır sözləri orada cənnətdə kişilərə və yaxud da qadınlara veriləcək qarşı cins mənasında olan bir ifadələr deyil əslində. Bu bugün bizim anlaya biləcəyimiz mənada köməkçi olaraq qeyd olunan məsələlərdir ki, yəni insanların bu günlərin işlərinin asanlaşdırılması üçün müəyyən köməkçilərin olması, onun daha çox iş görməsinə səbəb olduğu kimi, cənnət anlayışında da, cənnət təsəvvürümüzdə də, cənnətdə düşdüyümüz təqdirdə də, yəni işlərimizin daha asan həyata keçiriləcəyi ilə bağlı bir ifadələrdir. Çünki biz üç ölçülü bir məxluquq, varlığıq. Gözümüzü yumsaq, özümüzdən yeni bir rəng formalaşdıra bilmərik. Mövcud olan rənglər üzərindən bir rəngi qarışdıraraq, faizini, dərəcəsini azaldaraq çıxarda bilərik. Amma özümüzdən yeni bir ideya ortaya çıxarmağımız mümkün olmur. Hər şeyə, məsələn, təbiətdə mövcud olan nəyəsə baxaraq, quşlara mı, digər heyvanlara mı, ona uyğun bir kopyasını hazırlayırıq. Ona görə də cənnət təsəvvürümüzü Allah bizim bir daha qeyd edeyim ki, anlaya biləcəyimiz şəkildə izah eləyir, başa salır. Yəni bizim bu dünyada alacağımız həzdən daha gözəl həzlərin və yaxud da daha gözəl yanaşmaların olacağını bildirir. Amma təəssüflər olsun ki, bəzi insanlar orana deyir ki, bu dünyada biz içə bilmirik, amma orada belə içəcəyik. Bu dünyada filan işi günah eləyəmirik, amma orada onu eləyəcəyik. Məsələn, əgər bu dünyada bir şey həqiqətən pisdirsə, o dünyada bu yaxşı olacaq mənasına gəlmir. Pis hər bir yerdə pisdir, hər zaman pisdir. Amma pis dediyimiz məsələ hansı aspektdən yanaşıldığı zaman baxış açısına görə dəyişir. Ona görə də, məsələn, mən bu dünyada içmirəmsə, o dünyada da içmək istəmərəm. Niyə o dünyada məni içib, öz ağlımı, beynimi, belə üzr istəyirəm ifadəmə görə insanı ciddiyyətini pozacaq, təlxək vəziyyətindən gətirəcək bir vəziyyətə düşək ki, yəni bizim cənnət təsəvvürümüz bu olmamalıdır. Ona görə də orada kişiyə qadın veriləcək, qadına kişi veriləcək, birinə huri, digərinə nuri veriləcək anlayışı doğru deyil. Ən çox tənqidlə qarşılaşdığınız mövzu nə olub və bunun cavabı necə olub? Mən həmişə o tənqidlərə bu cürə yanaşıram ki, bizim üçün qarşımızda nümunə Qurandır. Ora baxırıq. Ora baxanda, məsələn, orada bizə Allah kimləri misal göstərir? Deyək ki, Allahın elçilərini, Allahın peyğəmbərlərini, nəbiləri göstərir. Həmin o nəbilərə baxdığımız zaman görürük ki, onlara da vaxtı ilə gözəl insan kimi yanaşanlar, məsələn, sonuncu peyğəmbərimizdən bir misal verim. Mənbələrə baxdığımız zaman, rəvayətlərə baxdığımız zaman orada Muhammedul Əmin, yəni güvənilən, etibarlı Muhammed deyilən bir şəxslə bağlı, artıq bu Abdullahın oğlu olmaqdan çıxıb Allahın elçisi Muhammed olandan sonra görürük ona kəzzab, yalancı da deyibdilər. Sehirbaz deyibdilər, cadügər deyibdilər, kahin deyibdilər, ondan sonra dəli deyibdilər, sonra cinlənmiş deyibdilər. Yəni baxırsınız ki, bu insanlar həqiqətən onların gözünün qabağında böyümüş, yetişmiş, onların gözəl tanıdıqları bir şəxs haqqında müəyyən bir müddətdən sonra onların mənfəətlərinə zid çıxışına görə fikir dəyişdiribdilərsə, onları bu cür təhqir eləyibdilərsə,
Yəni günümüzdə yaşayan insanların tənqid eləməməsi və yaxud da təhqir edilməməsi əksinə olardı, başa düşülməz olardı əksinə. Amma mən bu yola çıxanda bilirdim ki, tənqidlər də olacaq, təhqirlər də olacaq. Hətta ailəmə də qeyd eləmişdim ki, yəni ailəm belə məni bu yolda kənarlaşdıra bilməz, uzaqlaşdıra bilməz. Çünki mən özü qarşıma bir missiya qoymuşam, hədəf qoymuşam. Bu missiyaya doğru gedərkən bəli bilirəm ki, müxtəlif ləkələmələr də olacaq, müxtəlif tənqidlər də olacaq, tənqidləri başa düşərəm. Təhqirlər də olacaq, müəyyən zorakılığa məruz qalma ehtimallarımız da var. Bizlə bağlı müəyyən təhdidlərin olduğunu da bilirik. Bununla bağlı müəyyən siyahılarda adımızın olduğundan da xəbərdarıq. Buna baxmayaraq, amma bu yoldan vaz keçmək olmaz. Çünki mənim öz sağlığımda deyərkən, yəni öz yaşıdlarım arasından, öz sinif yoldaşlarımın ikisini biz dəfn elədik. Yəni bizim onların yerində olmayacağımız da məlumdur. Biri məsələn deyək ki, hər hansısa bir pandemiya dövründə yanlış müalicə nəticəsində dünyasını dəyişdisə, digəri xərçəng xəstəliyi vasitəsilə dünyasını dəyişdi. Yəni bizim də sabahların bir yol qəzasında da dünyasını dəyişə bilərik və yaxud da təyyarədə getdiyimiz zaman bizim necə ki Azalın təyyarəsini vurmuşlar. Bu hadisələr də ola bilər. Yəni heç kimin bir zəmanəti yoxdur. Ona görə əsas odur ki, yaşadığımız həyatı doğru yaşayaq, düzgün yaşayaq. Həmin o qarşımıza qoyduğumuz missiyanı, yəni maarifləndirmə missiyasını həyata keçirək. Mən inanıram ki, bu günlərin bəziləri bu məsələni birmənalı qarşılamırlar, qəbul eləmirlər. Amma bunu qəbul edən, başa düşən, intellektual insanlarımız da çoxdur. Çünki insan həqiqətən bilmədiyinin düşmənidir. Hətta Peyğəmbərimizlə bağlı belə bir həyatından, tarixindən belə bir məqamı qeyd edirlər ki, onu daşa basan insanlara qarşı onların cəzalandırılması seçimi verildiyi zaman Peyğəmbər onların bağışlanmasını istəyir, çünki onların bilmədiyini qeyd edir. Hər bir zaman bilən bilməyənin bu anlayışına hörmətlə yanaşmalıdır. Mən o insanları anlayıram, çünki onların yaşadıqlarını, onların keçirdikləri hissləri mən özüm vaxtı ilə yaşamışam. Mən də fərqli düşüncələrə qarşı içimdə eyni bərkədə hisslər olub, düzdür, təhqirə çatmayacaq bir hisslər. Amma araşdırdıqca onların düşündükləri kimi olmadığını görürəm. Məsələn, mənim çox dəyər verdiyim sinif yoldaşlarımdan biri, onlardan birinin mənə yazdığı bir mesaj həqiqətən məni çox duyğulandırdı. Dedi ki, sənin dediklərinə dedi, bəzən ötəri yanaşırdım, bəzən bizim eşatdı da danışır deyirdim, amma onun bu illər ərzindən sonra, 30 ildən sonra halallıq istəməyi, sonra mən araşdırmağa başlayandan sonra sənin nə qədər əziyyət çəkərək bu mərhələyə gəldiyini deyəndən sonra halallığını istəmişdi. Bu məni çox həqiqətən duyğulandırmışdı. Bu mənə nəyi göstərir? Yəni, digər insanlarımız da belədir. Əgər biraz əziyyət çəksələr, biraz daha çox oxusalar, biraz daha çox araşdırsalar, kimlərinsə sözlərinə görə deyil, özlərinin tədqiqatına görə bir qərara vermiş olsalar, təbii ki, bu məsələyə fərqli yanaşacaqlar. Yəni, onlar da bəlkə halallıq istəyəcəklər. Acıca başqa bir misalda verim sizə. Əhval-ruhiyyəmin çox yaxşı olan bir vaxtında bir nəfər təhqiramiz bir ifadə yazdı. Mən də ona cavab yazdım ki, bəs insan heç olmasa salam verər. Dedi, Peyğəmbərlərin səhvinin olduğunu iddia edən bir adama salam vermək belə şərəfsizlikdir. Mən dedim ki, bəs sizin bu dedikləriniz nə dərəcədə doğrudur ki, Allah Quranda misallar çəkdim. Muhammed Peyğəmbərə Muhammed surəsinin məsələn 19-cu ayəsində belə öz günahlarına görə bağışlanma istəməyini söyləyir. Sonra Musa Peyğəmbərin adam öldürməyindən, cinayətindən bəhs edir. Bundan başqa Nuh Peyğəmbərin oğlu ilə bağlı yanlış dua etməsindən bəhs edir. Sonra deyək ki, Süleyman Peyğəmbərdən, Davud Peyğəmbərlə bağlı onların yanlışından bəhs edir. Bunları qeyd edəndən sonra adam 2 həftə sonra geri dönüş elədi. Dedi ki, bəs mən sizdən müəllim halallıq istəyirəm, üzrxahlıq istəyirəm. Çünki dediklərimin səhv olduğunu bildiyim. Siz deyəndən sonra bunların hamısını bir-bir araşdırmağa başladım. Baxdım ki, həqiqətən biz Qurandan uzaq imişik. Quranda bütün bu dedikləriniz var imiş. Bunu özünüzdən demirsinizmiş. Sadəcə bu bizim səhvimizdir ki, biz həmin o din xadimlərinə inanıb, güvənib, onların dediklərinin doğru olduğunu qəbul edib, təsəvvür edirdik ki, Peyğəmbərlər səhvsizdir deyə və bunların Quranda olduğunu görəndən sonra biz Qurandan uzaq olduğumuza görə sizin haqqınızda bunu düşünmüşük. Ona görə halallıq istədi. Mən də təbii ki, dedim ki, tək sizə yox, başqa bu cür düşünən insanların hər birinə haqqımı halal eləyirəm. Çünki mənim missiyam kimləsə düşmənçilik eləmək, kiməsə nifrət gətirmək deyil. Əksinə, mövcud olan Qurana insanları səsləməkdir, ona dəvət eləməkdir. Bunu eləyərkən də təbii ki, əlimizdən gəldiyi qədər, bildiyimiz qədər, başa düşdüyümüzü insanlarla bölüşməkdən, paylaşmaqdan ibarət. Dinə fərqli baxışınız var ümumiyyətlə. Bir çox ilahiyyatçılardan da seçilirsiniz bu mənada ki,
olduqca təqlid prizmalardan dinlə, Quranla bağlı açıqlamalarınız olur. Necə oldu ki, bəs bu yolu seçdiniz? Yəni bu əvvəldən mi oldu deyək ki, uşaqlıqdan, məktəbi dövründən, gənclikdən, yoxsa sonraki araşdırmalarınız nəticəsində belə qərara gəldiniz ki, mən ilahiyyatçı olmalıyam və insanlara bunu ötürməliyəm? Yox. Bu deyil. Baxın, ilk təəssüratım ailəmdən yaranıb. Uşaq idim. Uşaq olarkən bilirsiniz ki, Mustafa Akkadın çəkdiyi bir kino var idi. The Message deyə bildiyimiz. Tərcüməsi Çağrı və yaxud da Ər-Risalə deyə tərcümə olunan bir kinodur. Hollywood tərəfindən çəkilən, onsuz da Peyğəmbərimizlə bağlı çəkilən yeganə kinodur. Orada məsələn Anthony Quinn'in baş rolda oynadığı, Həmzə rolunda getdiyi bir filmdir. Həmin vaxtda rayonda idim, 10 yaşım olardı. Atam rayondan, Bakıdan gələndə bunun VHS kasetlər var idi. Onu alıb gətirmişdi. Öz otağımızda baxdıq, orada atama soruşurdum ki, niyə Məhəmməd Peyğəmbər görsənmir? Dedi, yəqin Peyğəmbər gözə görünməz olub. Ondan sonra filankəs görsənmir. Peyğəmbər niyə öldü? Bu kimi suallar verirdim. Və verəndə atam bu sözü deyəndə dedim ki, yaxşı, bəs gözə görünməz olubsa, onun uşaqları onu necə görüb? Dedim, evdə necə gəzirdi? Bu suallara atamın verdiyi cavablar təbii ki, heç bir şəkildə qane eləmədi. Çünki atam dindar deyildi. Bu məsələləri bilmirdi. Bir çox kino almışdı. Kino alarkən o kinonu da alıb gətirmişdi. Ondan sonra mən bu kinoya bir daha təklikdə baxdım və ağlamışdım uşaq ağlı ilə ki, Peyğəmbər niyə öldü deyə. Və özümə görə düzdür, insanlara indi bu biraz mistik gəlir, biraz ezoterik gəlir. Mən bunu insanlara heç bir zaman tövsiyə eləmirəm. Özüm bir yuxu görmüşdüm Peyğəmbərlə bağlı və bu yuxu mənim dinə gəlməyimə səbəb oldu. Ondan sonra araşdırmağa başladım. Peyğəmbərlə bağlı çəkilən şəkillər var idi. Onların doğru olmadığını alıb yandırmışdım hamısını. Sonra mollaların yanına getdim ki, bəlkə mənə din öyrədərlər. Atamı tanıdıqlarından görə pulla öyrətməyə başladılar. Sonra İranda oxuyub gəlmiş bir şəxs var idi. Onun yanına getdim. O mənə yenə aylıq vəsaitlə ərəb əlifbasını öyrətməyə, Quranı üzündən oxumağa öyrətdi. Bunlar hamısı 10 yaşımda baş verən bir proseslər idi. Sonra elə oldu ki, eşitdim Ağdaşda bir mədrəsə var. Həmin o 89-cu ildən sonra 90-91 bu illərə aid idi. Və onlar tam belə açıq şəkildə deyildi. Sonra biz elə oldu ki, atamı artıq çoxlu təkidlərimlə ağlamağım nəticəsində atam icazə verdi. Bəzən elə olurdu ki, birbaşa taksi ilə yaxud da 2 avtobus dəyişərək həmin yerə gedirdim. Orada öyrənməyə başladım. Orada öyrənəndə mənim həmin o mollalardan öyrəndiklərimin səhv olduğunu öyrəndim. Niyə? Çünki mənim Rəcəb adlı bir müəllimim var idi. Allah rəhmət eləsin. Həmin o Rəcəb müəllim özü Özbəkistanda oxuyub gəlmişdi və mənim doğru namaz qılmadığımı, nələri səhv elədiyimi orada həqiqətən öyrətməyə çalışdı və öyrətdi də. Və bundan sonra mənim fikirlərim dəyişməyə başlamışdı. Din adı altında olan əvvəl bildiklərimin doğru olmadığını, məsələn, Aşurada özümə zərər verməyin heç bir şəkildə İmam Hüseynə bir faydasının olmayacağını, əgər o cənnətlik olduğunu qəbul ediriksə, cənnətlik olan insan üçün bu qədər ağlaşmanın bir əhəmiyyətli olmadığını və s. izah edirdi. Elə oldu ki, ondan sonra başqa Türkiyədən həmin dövrdə gələn insanlar var idi. Onlarda Quran tərcüməsini görmüşdüm. O Quran tərcüməsinə görə artıq onların yanında qalmağa qərar verdim. Və düzdür, anamın ciddi etirazına olsa da, mən öz doğma böyümə rayonumuzdan çıxıb gəlib orada qaldım. Sonra mədrəsə oxudum. Sonra elə oldu ki, orta məktəbdə Türk İlahiyyat Kolleci var idi. Sumqayıt Özəl Türk İlahiyyat Kolleci. Azərbaycanda yeganə İlahiyyat Kolleci idi ki, məsələn, texniki fənlər ingilis dilində tədris olunurdu. Humanitar fənlər, müəyyən fənlər türkcə, bəzi fənlərimiz rus dilində, bəzi fənlərdə, məsələn, dinlə bağlı fənlərdə ərəb dilində tədris olunurdu. Həmin dövrdə biz, məsələn, Peyğəmbərimizə aid edilən hədislərin, orada Əl-Lülü və Vəl-Mərcan deyirlər o kitaba, yəni Buxaridə və Müslimdə keçən səhih hədislərin, ortaq hədislərin bircə olduğunu keçirdik. Məsələn, İmam Əbu Hanifəyə istinad edilən Fiqhul Əkbər adlı kitabı biz orada keçmişdik, Quranı orada öyrənmişdik. Və bunları mütəmadi olaraq davam elədik və ondan sonra bakalavr olsun, bakalavrda da yenə yaxşı oxumağa çalışdım həmişə, dərhal ikinci kursa keçmişdim, ikinci kursu birinciliyi ilə bitirmişdim və s. Magistrda oxuyanda da yenə davam elətdirdim. Və orada artıq verilən bəzi suallara verdiyim cavablar özümü qane eləmirdi. Mənim özümdə şübhələr oyandırırdı. Və 2 variantım var idi. Mən artıq Xəzər Universitetində dərs deyirdim. Bir neçə ildir dərs deyirdim dinlər tarixindən. Sonra keçdim Qərb Universitetində dərs deyirdim. İlk dəfə orada Xəzər Universitetində bir konfrans keçirdik. İndi Allah xeyirli ömür versin, rektor, cənab məsələn Hamlet Yesəxanlı özü şəxsən orada iştirak elədi və durdu orada özü alqışladı. Mənim də alnımdan öpdü. Mənim orada universitetdə
davam eləməyimi istəyirdi. Ki ilk mövzumuz nə idi? Ölüyə Quran oxumaq olarmı İslama görə? Halbuki mən indiyə qədər öyrəndiklərimin əksinə gedirdim. Çünki ciddi bir araşdırmam var idi. Və bu orada fərqli bir şəkildə qəbul edildi. Onun üzərində bir daha işləməyə çalışdım. Ondan sonra başqa suallar yaranırdı. Bu suallara cavab tapamırdım bəzən. Elə oldu ki, qarşımda iki məqsəd qoydum. Ya bütün bu suallara cavab tapmaq üçün yeganə, rahat, asan, tənbəl yolu hər şeyi inkar edib özümü deist adlandırasıydım. Yaxud da bütün hər bir şeyi bir kənara qoyub indiyə qədər bildiklərimin özünü belə sorğulamalıydım. İlk Qurandan başladım sorğulamağa. Məsələn, açırdım, Bəqərə surəsini açan kimi Allah deyir, onların qəlblərini möhürləyib. Sual yaranırdı. Allah bir adamın qəlbini möhürləyibsə, bu adam necə düşünə bilər, necə araşdıra bilər, necə sorğulaya bilər? Sən bu möhürləndiyinə görə bir insanın cənnətli və yaxud da cəhənnəmli olduğunu necə iddia eləyə bilərsən? Bu mənə qəribə gəlirdi. İkinci bir sual başladım ki, məsələn, deyir ki, orada Allah istədiyinə hidayət verər, istədiyini də zəlalətə salar. Əgər Allah həqiqətən bizi hidayətə salırsa, aparırsa və yaxud da zəlalətə salırsa, o zaman insanın bu dünyadakı rolu nədən ibarətdir? Bunları sorğulamağa başladım. Yəni bunlar sorğulandıqca bir çox suallar çıxırdı. Sonra başladım, dedim ki, artıq mən illər keçəndən sonra BMT, Birləşmiş Millətlər Təşkilatının əhali fondu, UNFPA deyə gedir. O mənim 4 kitabımı çap elədi burada. Müəllif hüquqları onlardadır. Məsələn, İslamda qadın-kişi bərabərliyi. Oradakı mövzulardan biri həqiqətən qadın döyülə bilərmi? Quran tərcüməsinə baxırdıq ki, qadın deyir döyülə bilər. Mən eyni məntiqlə yanaşırdım ki, mənim indi qızlarım var. Mənim qızlarımı kimsə əl qaldıra bilərsə, sabah mənim oğlanlarım səhv elədiyi təqdirdə onun yoldaşları ona əl qaldıra bilərlərmi, bilməzlər. Bu sorğulanmalıydı, amma bu sorğulanmırdı. Niyə? Çünki yanaşmamız həmişə qadınlar haqqında belə qərarları kişilərin verdiyini gördük. Dinlə bağlı məsələdə belə kişilərin bu məsələdə onlardan üstün olduğu ilə bağlı tərcümələri görürdü. Fikirləşirdim, axı bu uşaq özü qız və yaxud da oğlan olmağı seçməyib. Həyata gəldiyi zaman niyə mənfi birlə başlamalıdır? Bunlar sorğulamağa başladığı zaman görürsünüz ki, bu əslində bizim dediyimiz din anlayışı deyil. Ona görə Peyğəmbərin həyatına baxırıq, Peyğəmbərimiz özü gəldiyi zaman ateistlərə, deistlərə gəlməmişdi, dindar bir cəmiyyətə gəlmişdi. İsa Peyğəmbərimiz kimə gəlib? Dindar bir cəmiyyətə gəlib. Musa Peyğəmbərimiz kimə gəlib? Yenə dindar bir cəmiyyətə gəlib. Yəni, bütün Peyğəmbərlərimiz dindar cəmiyyətlərə gəlib. Onları inkar edən, məsələn, İsa Peyğəmbərimizi inkar edənlər kimlər idi? Yahudiliyin içində bir məzhəb olan fariseylər idi. Şabata qarşı niyə münasibətin budur? Və yaxud da onlarda qadın və kişinin zinə eləməsi ilə bağlı daşqalaq anlayışı var idi. Quranda yoxdur bu məsələ, misal üçün. Ondan başqa Muhammed Peyğəmbərimizin özü. Gələndə baxırıq ki, həcc anlayışı orada var idi. Onların namazı var idi, kafirlərin özlərinin namazı. Orucu bilirdilər nədir. Sonra başqalarına yardım edirdilər, zəkat, sədəqə nədir, onları çox gözəl bilirdilər, infaqın nə olduğunu bilirdilər. Yəni bunları araşdıranda gördük ki, sadəcə olaraq Peyğəmbərlərin gəliş məqsədi həmin onların elədiklərinin arasında bir islahat aparmaqdır. Doğruya cəlb eləməkdir. Bunu elədikləri zaman Peyğəmbər onların mövcud olan mexanizminə qarşı çıxdığına görə, onların sanki pətəklərinə çomaq soxduğuna görə onu çalmağa çalışdılar. Ona zülmlər verdilər, onu məsələn sağlığında qızlarını boşadılar, ondan sonra ona müxtəlif böhtanlar atdılar, işgəncələr verdilər, əziyyətlər verdilər. Amma nəticə etibarı ilə, bəli, üstündən müəyyən illər keçəndən sonra həmin o Peyğəmbərimizin gətirdiyi missiya tamamlanmış oldu. Və bu günlərin biz 21-ci əsrdə, yəni bu hadisələrin gəlişindən üzərindən 14-15 əsr sonra biz bunları müzakirə ediriksə, deməli ki, bəli, Allahın dini artıq həqiqətən hər yerdə öz nurunu Allah tamamlayıb. Ondan sonra bu araşdıranda baxırdıq ki, bu Peyğəmbərə istinad edilən yanlışlar nədir? Misal, biri, baxırıq ki, Peyğəmbərimizi elə bir Peyğəmbər təsəvvürü yaradıbdılar ki, bu Peyğəmbər əl çatmaz olur. Bu Peyğəmbər sanki göydə uçur. Sanki bu Peyğəmbər məsələn Meyraca getdi, gəldi, skafandr olmadan və s. Sonra Peyğəmbərimizi böhtan atırdılar ki, 6 yaşında bir qızla özü 50 yaşında olanda nişanlanır. Peyğəmbər 53 yaş olanda, təbii ki, güya o qızın da, Ayşənin də 9 yaş olanda Peyğəmbərimiz onunla ailə həyatı qurmuş olur. Bu mənə həmişə qəribə gəlib. Bunu deyən, iddia eləyən, yaxındakı olan dostlarıma hətta bunu soruşmuşdum. Ona görə biz dostluğumuza belə zərər gəldi. Dedim ki, bax, sənin özünün də qızın var, mənim də qızım var. Sən kiməsə öz qızını 9 yaşında ərə verərsənmi? Bu cavabı belə olmuşdu ki, Peyğəmbər istəsə verərəm. Dedim, Peyğəmbər heç bir zaman şərəfsizlik eləməz belə. Bunu iddia eləyən insanların özündə bir problem var.
Təbii ki, bunlar biraz ağır söhbətlər oldu. Bu günlərimdə bunu deyənlər həqiqətən özləri öz qızlarını 6 yaşdan kimləsə nişanlayıb 9 yaşında ərə verərlərmi? Mümkün deyil. Və yaxud da baxıram ki, Peyğəmbərimizlə bağlı orada elə rəvayətlər var ki, deyir ki, qadının ağlı da, dini də zəifdir. Niyə? Qadın olduğuna görəmi? Yaxud deyir ki, mən baxdım cəhənnəmdə olanların çoxunu qadınlar təşkil edir. Necə oldu? Peyğəmbər bunları mı saydı? Yoxsa gözə yarımın bunu dedi? Yəni bir qadına qarşı bu rəftar, davranış, bu heysiyyət yoxsunu yanaşma hardan qaynaqlanır? Ona görə bütün bunlar təbii ki, bizi sorğulamağa vadar elədi və bu sorğulamağı elədiyiniz zaman da siz onların özlərinin din anlayışına zidd getdiyinizə görə sizi dinsiz, kafir və müxtəlif adlarla adlandırmağa başladılar. Sizin dediklərinizə cavab verməyin əvəzinə həmin o şəxsin üzərində bunlar mərkəzləşib, şəxsi gözdən salmağa, ləkələməyə cəhd edirlər. Olsun, mən heç də demirəm, olar. Çünki sabahları mən də olmayacaq. Amma əsas odur ki, bizim dediklərimiz, bizim yazdıqlarımız, bizim gündəmə gətirdiyimiz məsələlər müzakirə olunsun. Mən insanların düşünməyinin tərəfdarıyam və onu düşündürməyə çalışıram. Çünki Rəbbimiz Quranda nə deyir? Əfələ təqulun, niyə ağlınızı işlətmirsiniz? Əfələ tətəfəkkərun, niyə fikirləşmirsiniz? Niyə tədəbbür etmirsiniz? Dərindən düşünmürsünüz, təhlil eləmirsiniz, analiz etmirsiniz? Rəbbimiz bizdən bunu soruşur. Bunu eləmək istəmirsə, bu da hər kəsin öz seçimidir, hörmətlə yanaşır. Və sizi bu yola gətirən, sizdə sual yaradan dini məqamların cavabı nədir? Quranda kişi və qadın bərabərdirmi? Qadınlar döyülməlidirmi? Peyğəmbər az yaşlı evlənibmi? Yəni sizin araşdırmalarınızın nəticəsi nə oldu? Qısa olaraq məlumat. Bəli, bu araşdırmalar nəticəsi çoxdur əslində, araşdırmaların nəticəsi. Bununla bağlı məsələn kitab yazdım. İslamda yoxdur adlı bir kitab yazdım. İslamda az yaşların ərə verilməsi və yaxud da evləndirilməsinin olmadığını, bu gətirilən rəvayətlərin tamamilə yanlış və uydurma olduğunu yazdım. İslamda seyidlik anlayışının olmadığını, bunu qeyd elədim. İslamda cadu, sehir və s. kimi məsələlərin olmadığını bildirdim. Hurilərlə bağlı məsələnin yanlış anlaşıldığını orada ətraflı şəkildə yazdım. Bu kimi məsələləri qeyd elədim. Təəssüflər olsun ki, Azərbaycanda bu kitabı qadağan elədilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənfi rəy verdiyinə görə, ənənəvi din anlayışına zidd olduğunu əsas gətirdiyinə görə, məzhəblərin mövcud təsəvvürlərinə xilaf olduğuna görə bu kitabı qadağan elədilər. Və təbii ki, mən verdiyim bütün məhkəmələrdə uduzdum. Amma buna baxmayaraq, məsələ həmin o kitab Türkiyə türkçəsində və Azərbaycan türkçəsində Türkiyədə çap olundu. Bu qadağan eləməklə məsələ indi düzdür, Avropa məhkəməsində öz zamanını gözləyir məsələ. Ümid eləyirəm ki, artıq bu məsələlərlə bağlı vəkillərim öz hüquqi cəhətdən bunu tənzimləyəcəklər və Azərbaycanın adından bu yanlışı qaldıracaqlar ki, Azərbaycan kitab qadağan eləyən bir ölkə deyil, olmamalıdır. Və burada mövcud olan dini komitədəki hər hansısa bir məzhəbə mənsub olan ekspertlərin verdiyi rəy qəbul edilməz olmalıdır və bu kitab qadağan edilməsi 21-ci əsrdə, internet əsrində insanların istədikləri şəkildə əldə edə biləcəkləri bir anlayış bu aradan qaldırılmalıdır. Bu inanıram ki, bu da müsbət öz həllini tapacaq və mənim məqsədim sadəcə kitabın artıq çap olunması deyil, çünki çap olunub. Bu yanlışın Azərbaycanımızın adına çıxanlardan bu məsələnin götürülməsidir. Çünki mən öz dövlətimi sevirəm. Bilirəm ki, bu dövlətdə hər bir şeyimizin müsbət nəticələnəcəyinə inanıram. Bunun üçün bəli, cəhdlər lazımdırmı, fədakarlıq lazımdırmı? Təəssüflər olsun ki, zamanımız geçsə də, bununla bağlı ömrümüzdən ömür geçsə də, amma bunu əldə edəcəyimizə inanıram ki, heç olmasa bu bir tarixi gedişat kimi bizim alnımıza yazılsın. İkinci tərəfi, bəli, Peyğəmbərimizlə bağlı o dediyimiz məsələlərin heç biri yoxdur əslində. Bu dediyimizdən Peyğəmbərimiz o yaşda bir xanımla evlənib, ya dediyimiz o məsələlər ki, bunlar huri və s. verilməsi, bütün bunların heç birinin olmadığını qeyd elədim. Ondan sonra yazdığım başqa bir kitabda, İslamda varmı adlı bir kitabda, digər bir çox olmayanlara da orada öz əksini tapdı. Və indi də dayanmamışam, sadəcə elmi işimlə məşğulam. Bu da qısa bir müddət sonra inşallah bitirməyə çalışıram. Ondan sonra bu proseslər Allah ömür verdikcə davam edəcək. Amma mənim gördüyüm nətərdir? Mənim gördüyüm anlayış o idi ki, bu insanlar Peyğəmbərə böhtan atırlar və bu gün o insanların iradları və yaxud da ittihamları, böhtanları ondan ibarətdir ki, biz Peyğəmbərsiz din ortaya çıxarmağa çalışırıq. Bu tamamilə yanlışdır. Çünki mən əksinə Peyğəmbərimizə o qədər sayğı, o qədər hörmətlə yanaşıram ki, həqiqətən onun adı gələndə bəzən özüm belə, bədənim tükləri belə əsir. Niyə? Çünki çox dəyərli bir insan olub. Onun bu sahədə verdiklərini, biz onun elədiklərinin 1/1000-ni verməmişik. Biz oturub çox rahatlıqla masa başında, klaviatura arxasında və yaxud da smartfonlarla nələrinsə qəhrəmanına çevrilə bilirik dırnaq arası. Amma Peyğəmbər yaşayıb,
ailəsi ilə bu qarşılıq görüb. Övladlarını ona görə qızlarını boşayıbdılar. Sağlığında 6 övladını dəfn eləyib. Yəni belə bir insanla bağlı onu ortadan çıxarmaq iddiası yanlış bir şeydir. Sadəcə mən deyirəm ki, bu gün biz Peyğəmbərdən danışanda gətirirlər Həzrəti Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm, Məhəmməd aleyhissalatu vəssalam, Məhəmməd aleyhissalam bu cür ifadələr gətirirlər. Amma Quranda Allah deyir ki, sahibukum, sizin dostunuz deyir. Mən dostuma Məhəmməd deyə müraciət eləmək istəyirəm. Mən onu özümküləşdirmək istəyirəm. Mən onu uçan, əl çatmaz deyil, özümünkü kimi bilib, onun həyatını özümlə eyni müqayisə edib elə yaşamaq istəyirəm. Ki o adam, məsələn, özünün beynəlxalq ixalat, ixracatla məşğul olan bir şirkəti varkən, yəni Xədicə ilə bu işlə məşğul olmuşkən, öz varidatını belə bu yolda xərclədi. Öləndən sonra belə miras olaraq qoyduqlarını belə görə bilmiriksə, yəni öz canını fəda elədirsə, bu adamın missiyası nədən ibarət idi? Dövlət mi qurmağa çalışdı? Var, dövlət mi yığmağa çalışdı? Yoxsa övladlarını haralarasa yerləşdirməyə mi cəhd elədi? Xeyr. Yəni biz bu insanı tanıtmalıyıq, bu insanı başa düşməliyik. Yoxsa Peyğəmbər məsələn insanların arasında olduğu zaman insanların ən hündürü o görünərdi. Yaxud Peyğəmbər yatsa da güya yuxuya getməzdi. Güya uşaq olanda gəlib qəlbini yardılar, içindən nə isə çıxartdılar. Bu zəmzəmlə yudular, cənnətdən Cəbrail ilə Mikail bunu həll elədilər. Bu deyil Peyğəmbərimiz. Peyğəmbərimiz yeri gələndə xəstələnib də, yeri gələndə zarafat eləyib, yeri gələndə əsəbləşib də, yeri gələndə hətta yoldaşlardan boşanma həddinə də gəlib çatıb. Bu təbii bir insandır, prosesdir. Özü elə olub ki, məsələn, başmağını belə özü tikib bəzən. Yəni bu insanı mən istəyirəm ki, insanlara verək. Bunu deyərkən də bəzən deyirlər ki, siz Peyğəmbəri paştalyon kimi təqdim edirsiniz. Bu da yanlışdır. Çünki heç bir zaman paştalyon, mənim babam paştalyon işləyib bilirəm. Paştalyon gətirdiyi zaman hər hansısa bir məktubu açıb oxumaz içini. Orada nə yazılıbsa ona əməl eləməz. Amma Peyğəmbər ona verilən kitabı açıb oxuyub, birinci hamıdan əvvəl özü əməl edirdi. Özü həyata keçirirdi. Özü həyata keçirərək eyni zamanda nümunə olurdu, örnək olurdu. Biz belə bir Peyğəmbər istəyirik. Yoxsa Peyğəmbəri sadəcə şəhvət düşkünü bir insan kimi təqdim edilməsindən qarşıyıq. Məsələn, həmin onların öz mənbələrində güya Qurandan sonra ən mötəbər hesab elədikləri və İmam Buxarinin səhihi olaraq təqdim elədikləri kitabda üzr istəyirəm ifadəmə görə, amma məcburam bunu deyəm. Güya Peyğəmbərin bir gündə 12 xanımı ilə birlikdə olduğu yazılırdı. Mən həmişə sorğuluyordum, uşaq üçün bunları da oxuyanda ki, yəni bunu Peyğəmbər özü niyə desin? Gəlib özünü digər kişilərin yanında daha yaxşı bir kişi olduğunu mu göstərməyə çalışırdı? Yaxud da Peyğəmbər özü deməyibsə, bunu xanımları mı deyirdi? Bir-birini görmədikləri halda mı deyirdilər? İkinci, üçüncü bir məsələ olurdu ki, yaxşı Peyğəmbər bunu deməyibsə, xanımları deməyibsə, bunu kimsə onun arxasınca təqib edib pusurdularmı? Onu pusub gəlib yayırdılarmı? Və bu da Peyğəmbərə aid istinad edilən bir dənə Səhih Buxari kimi sayılan, Qurandan ən mötəbər kitab kimi sayılan bir kitabda mı öz əksini tapdı? Yəni bunun bizim dinimizə nə aidiyyatı var? Biz o zaman daha güclü bir Peyğəmbər təsəvvürümü yaradırıq, yoxsa şəhvətpərəst bir Peyğəmbər fikrini mi ortaya atırıq? Güya Peyğəmbər gözəl bir xanım görən kimi xanımının yanına qaçırmış. Bu nə təfəkkürdür, bu nə tərzdir? Peyğəmbərin həyatını niyə siz belə cılızlaşdırırsınız? Biz buna qarşı çıxırıq. Deyirik ki, bu İslam deyil. Bu mənim dinimə heç bir aidiyyatı yoxdur. Peyğəmbəri siz bunu deməklə aşağılayırsınız, alçaldırsınız. Peyğəmbəri siz həqiqətən fərqli bir kişi obrazında təqdim edirsiniz. İslam bunu istəmir. İslam Peyğəmbərimizlə bağlı Qurana baxdığımız zaman nə deyir? Deyir, əgər sən qaba və sərt olmuş olsaydın, ətrafındakı insanlar dağılışıb gedərdilər. Bunu təqdim edir. Peyğəmbərlə bağlı, onun məsələn deyəndə bir nümunə olması ilə bağlı Qurana nümunə olaraq göstərir ki, siz o nümunə gətirirsə, Rəsulun nümunə olmasa Qurana baxın. Yəni ona görə bizim dediyimiz anlayış bunların qeyd elədikləri tənqid və təhqirlərdən tamamilə uzaqdır. Həqiqətləri görmək, anlamaq üçün Quran yalnız ərəb dilində oxunmalıdır. Quran ərəb dilində oxuduğunuz zaman siz əgər o dili bilmirsinizsə heç bir həqiqəti görməyəcəksiniz. Quranın bu günlərim oxunmağı, məsələn adam ərəbcə üzündən hərfləri oxumağı öyrənir. Ondan sonra hərəkələrlə oxuyur. Açıb orada Qurana baxdığı zaman üzündən oxuya bilir. Üstəgəl təcvidi də öyrəndiyi zaman bir də baxırsınız ki, təcvidlə oxuyur. Biraz da baxırsınız ki, səsi var bunun, ahənglə bunu oxuduğunun şahidi olursunuz. Avazla oxuduğunu görürsünüz. Siz bunu oxuduğunuz zaman oradan heç nə başa düşmürsünüz. Məsələn, deyək ki, orada bir ayə var. Məsələn, Yasin surəsinin 2-ci səhifəsində keçir. وَضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ Bunu bir var avazla oxuyasınız. Bir də var orada Azərbaycanla deyirsiniz ki, Allah bir kənd əhalisini misal çəkdi. Və yaxud da bunu musiqi ilə oxuduğunuz zaman bu dəyişirmi? Anlaşılırmı? Xeyr.
Ona görə Quranın göndəriliş məqsədi onun musiqi ilə, ahənglə, avazla, sadəcə ərəb dilində oxunması deyil. İbrahim surəsinin 4-cü ayəsində deyir ki, yəni Allah hər bir xalqın öz dilində elçilərdə göndərirsə, deməli hər kəs öz dilində bu elçilik missiyası olan Quranı oxuyub, anlayıb, dərk eləyib, həyatında tənzimləməli, həyatında həyata keçirməli və həyatına sirayət elətdirməlidir, əks etdirməlidir. Bu olduğu zaman onu anlayırsan. Yoxsa bir şey təsəvvür edin ki, sizə bir dənə mesaj gəlir. Həmin o mesaja baxırsınız ki, sincə gəlib. Siz də bunu gülüb və yaxud da ağlayıb və yaxud da hər hansısa bir fikir bildirə bilərsiniz. Bu xeyr, mümkün deyil. Niyə? Ən yaxşı halda bunu ya Google Translate ilə, ya DeepL ilə və yaxud da hər hansısa bir proqramla, süni intellekt vasitəsilə tərcümə eləməyə çalışacaqsınız. Yaxud da bilən bir adamdan soruşacaqsınız. Tərcüməsini bildiyiniz zaman orada nə yazılıbsa, ona uyğun olaraq hərəkət edəcəksiniz. Bəlkə də bu reklam idi, sizə heç bir aidiyyatı olmayıb bunun. Ona görə Allah bizə 6236 mesaj göndərib, SMS göndərib. Biz bunu öz ana dilimizdə oxuyub, dərk eləyib, başa düşüb, həyatımıza sirayət elətdirdiyimiz zaman bunun mənası olacaq. Yoxsa bilmədən bunu oxumağın mənası olmaz təbii ki. Əgər Quran dirilər üçün nəzərdə tutulubsa, biz onu niyə daha çox böyüklər üçün oxuyuruq? Buradakı əsas məsələ ondan ibarətdir ki, bugün bu hərəkətləri eləyənlər Quranı məqsədinə görə deyil, öz mənfəətlərinə görə oxuyurlar. Çünki Quranın heç bir yerində Quranın ölülər üçün olduğuna dair bircə belə ayə yoxdur. Tam əksinə, Yasin surəsini oxuyurlar. Yasin surəsinin özündə belə, hətta Yasin surəsinin 70-ci ayəsində "Liyunzira men kana hayyan" deyir. Diri olanlara xəbərdar edilməsi üçün göndərildiyini bildirir. Sonra həmin Yasin surəsinin 21-ci ayəsində orada elçilərin söhbətində deyilir ki, sizdən heç bir mənfəət istəməyənlərə tabe olun. Yəni bunu Azərbaycan dilində necə oxusun həmin o din xadimi, həmin o molla, axund, imam? Çünki bunu Azərbaycan dilində oxuduğu zaman bu adam gəlib orada olduğu müddət ərzində öz saat hesabına və yaxud da orada olduğuna görə müəyyən mənfəət əldə edəcək, müəyyən vəsait qazanacaq. Bunun missiyası odur, bunun qarşısına qoyduğu məqsəd budur. Amma bunu oxuduğu zaman Azərbaycan dilində oradakı insanlar deməzmi ki, sən özün öz oxuduğuna zidd gedirsən? Yəni bunu təbii ki eləməzlər. Bundan başqa məsələn insanlar hər hansısa biri vəfat elədiyi zaman bir də görürsünüz ki, 40-ında güya xətm eləyirlər. Xətm elədikləri də bilirsiniz nədir? Deyir ki, Quran-ı-Kərim Peyğəmbərə istinad edilən belə bir sözdən istifadə edirlər. Deyirlər ki, İxlas surəsi Quranın 1/3-idir. Ona görə Quranı 3 dəfə İxlas surəsini oxuduqları zaman Quranı bir dəfə oxumuş kimi hesab edirlər. Sonra da onu xətm elədiklərini iddiayırlar. Güya Quranı başdan sona qədər oxudular. Güya bunu da ölənin ruhuna tapşırırlar. O zaman bilirsiniz nədir? Sanki Allah burada ölənin ruhuna bu tapşırır, Allah bunu götürür, həmin o adları çəkilən adamlar arasında bölüşdürür. Bizim Allah təsəvvürümüzün belə yanlış, səhv olduğunu buradan gördük. Ona görə Quran heç bir zaman ölülər üçün deyil, olması mümkün deyil. Sonuncu Peyğəmbərimiz də ömründə heç bir zaman nə ölən övladları üçün, nə yaxınları üçün Quran oxumayıb, ehsan verməyib, belə bir məclis qurmayıb. Buna görə də durub insanlara tam əksinə, məsələn, baxırsınız ki, Peyğəmbərə istinad edilən rəvayətlərdə belə bir tarixi məlumat verilir ki, oğlu İbrahim öldüyü zaman ağlayır. Orada belə bəzən günəşin tutulduğunu iddia edən insanlar olur ki, Peyğəmbərin oğlu öldüyünə görə qeyd edilir. Peyğəmbərimiz orada isə Qurandan bir ayəni gətirir ki, günəş də, ay da Allahın ayələrindən biridir. Onlar onlara qeyd edilən hərəkətlər üzrə dövr eləyirlər. Yəni, belə anında belə Peyğəmbər insanlara dərs verib və Quranı çatdırır. Ona görə insanların bu günlərin bunu ölülər üçün oxuması bir növ həqiqətən dini biznes sahəsinə çəkilməsidir. Bu, İslamın istədiyi bir məsələ deyil. Tamamilə Quranın oxu əmrinə zidd olan bir yanaşmadır. Allah bizdən oxuyub əməl etməyimizi istəyir. Çünki başqa ayələrdə, məsələn, Zilzal surəsində deyir ki, bir insan yaxşı bir iş görərsə mütləq onun əvəzini görəcək, kim də yanlış bir iş görərsə mütləq əvəzini görəcək deyə ayələrdə bizə buyurur bunlara. Sizcə Azərbaycanda dinlə bağlı təhsil yetərlidirmi, yoxsa bir çox din xadimləri şarlatandır? Yəni bunu deyə bilərik ki, Azərbaycandakı dini təhsili faktiki olaraq Azərbaycan İlahiyyat İnstitutu həyata keçirir və bu İlahiyyat İnstitutunun ötən gün qurucu rektoru ilə bir televiziya məkanında müzakirəmiz olmuşdu. Orada da gördüm ki, təəssüflər olsun ki, həmin orada rektor və digər müəllimlərin özləri belə məzhəb xarakterli din anlayışını yenə də həmin o gənclərimizi ötürürlər.
Quran mərkəzli bir din anlayışı deyil. Yəni rəvayətə uyğun olaraq din anlayışını həmin o gənclərimizi yetişdirirlər. Məsələn, birini misal deyim, biraz əvvəl danışdığımız məsələ, həmin o müəllimlərin özləri, həmin o institutun özünün, deyək ki, YouTube kanalında baxıram ki, video çəkibdilər, Quranın ölüyə oxuna bilməsi ilə bağlı söhbət edirlər. Heç bir Quran ayəsi gətirilmir, bu haqda deyilmir, ümumi söz yığınlarını və bunu da məhz oranın müəllimləri olduqlarına görə iddia edirlər. Amma bunun belə olmaması ilə bağlı Quranda konkret ayələrin olduğunu görürük. Və mən buradan gəldiyim nəticə olur ki, bugün orada keçilən dərslər hər nə qədər məzhəblər üstü olduğunu iddia eləsə də, məzhəblər üstündə belə qeyd edirlər. Yəni şiəliyə görə də Quran ölüyə oxumaq olar, sünniliyə görə də oxumaq olar və onlar ikisini əsas alaraq bəli, ölüyə Quran oxumağın olduğunu qeyd eləyərək bu cürə tədris edirlər. Halbuki məzhəblər bizi ən böyük bölücülüyə, fitnəyə aparan bir məsələdir. Ona görə mən deyirəm ki, tək İlahiyyat İnstitutunda deyil, dini qurumlarla iş üzrə Dövlət Komitəsində və yaxud da digər qurumlarda çalışan insanlarımızın dini ola bilər. Bu təbii bir prosesdir. Heç kim buna qadağa qoya bilməz, heç kim buna etiraz eləyə bilməz. Sadəcə o insanların hansısa bir məzhəbə mənsub olmaları bir ciddi təhlükədir. Çünki məzhəblərə görə bu günlərin hansı məzhəb olursa olsun, namaz qılmayan hökmü öldürməkdir. İçki içənin hökmü öldürülməkdir. Və yaxud da dindən dönənin hökmü öldürülməkdir. Qurana baxırıq, belə bir hökmlər varmı? Xeyr, bunların heç biri yoxdur. Amma bu insanlar Quranla getdiyini deyən, özlərini müsəlman adlandıran insanlardır. İnsanlarda da, başqalarında da belə bir təəssürat yarandığı zaman, təbii ki, İslama qarşı, müsəlmanlara qarşı mənfi bir fikir formalaşır və həmin o mənfi fikir o insanların ateizmə, deizmə, agnostizmə sürüklənməsinə gətirib çıxarır. Çünki həmin o ilahiyyatın tələbələrindən biri yaxınlaşdı bir dəfə mənə. Qeyd elədi ki, bir gənc qızımız idi, özünün ateist olduğunu, deist olduğunu qeyd elədi. Səbəbini soruşduğumda dedi ki, bəs müəllimlərdə bu verdiyimiz suallara cavablar ala bilmirik, aldığımız cavablar bizi qane eləmir. Ona görə də mən sizə gəlmişəm və sizlə bu məsələləri müzakirə eləmək istəyirəm. Qızımızın adını çəkib orada pis vəziyyətə qoymaq istəmirəm. Ona görə bizim belə bir tədbirimizə gəlmişdi həmin qızımız. Belə bir müzakirəmiz oldu və gəldiyimiz nəticə odur ki, bu insanlar keçmişdə mövcud olan həmin o dini tədris anlayışını eyni şəkildə sadəcə müasir geyimlərlə gətirib insanlara təqdim edirlər. Çünki ölkə başçısı bu günlərim onların nə istəyibsə, nə tələb eləyibdilərsə, nə arzulayıbdılarsa, nə qarşılarına bir layihə qoyubdularsa, hamısı təsdiq edib, hamısını qəbul edilib. Məscidlər deyibdilərsə, məscidlər həyata keçirilib. Məktəb deyibdilərsə, İlahiyyat İnstitutu formalaşdırılıb. Kollec deyibdilərsə, kollec tədris olunub. Vəsait deyibdilərsə, küllü miqdarda vəsait verilib. Hətta həmin o Azərbaycan İlahiyyat İnstitutundakı müəllimlərin digər universitetlərdəki müəllimlərdən daha artıq maaş aldıqlarını bilirik. Yəni bunun qarşılığında bunların verdikləri nədir? Təəssüflər olsun ki, çıxıb hər hansısa bir kanalda dini savad olmayan bir şəxsə seyidim deyib müraciət eləyib, həmin o insanlara ötürməli olduqları ki, İslamda seyidlik anlayışı yoxdurun, əksinə gedən təəssüflər olsun ki, belə bir yanlış təhsil formamız var. Bəzi din adamları sizi kafir adlandırır. Mən. Niyə bu qədər düşmənçiliyə məruz qalırsınız? Yəni, həqiqət həmişə acı olur. Məsələn, həqiqəti dediyimə görə, yaxınlarımdan belə yanlış bir qarşılıq görmüşəm. Amma mən demişəm ki, mənim üçün həqiqət hər şeydən ucadır. Ona görə bəzən həqiqəti dediyiniz zaman siz onların dininin kafiri olursunuz. Çünki Qurana baxdığımız zaman kafir sözü bir neçə mənada işlənir. Məsələn, kafir sözü nankör mənasına da gəlir. Kafir sözü əkinçi mənasına da gəlir. Kafir sözü Allahın bildirdiyi həqiqətlərin bilərək üstünü örtmək mənasına gəlir. Siz onlar özləri bir din formalaşdırıb, adını sadəcə İslam qoyubdular. Bu Allahın indirdiyi din deyil. İnsanların uydurub adını İslam qoyduqları dindir. Həmin o dinə görə siz həmin o dinin kafirisiniz. Çünki niyə? Onların dediklərinin həqiqət olmadığını deyirsiniz. Məsələn, peyğəmbərləri möcüzələrlə təqdim etməyə çalışan insanlara deyirsiniz ki, tamam, gözəl, möhtəşəm. Əgər peyğəmbər, misal üçün Musa peyğəmbərimiz əgər dənizi yarıb keçibsə, bu insanlar da o qədər böyük, möhtəşəm bir möcüzəni görübdülərsə, onu keçəndən sonra niyə həmin o insanlar zinət əşyalarından bir buzov düzəldib ona sitayiş eləməyə başladılar? O zaman bu möcüzənin bir mənası qaldı mı? Yaxud da peyğəmbərimizlə bağlı özləri deyirlər ki, Quran-Kərimin İsra surəsinin 59-cu ayəsindən belə tərcümə verirlər ki, bizi möcüzə göndərməkdən vaz keçməyimizə səbəb əvvəlkilərin onları yalanlaması idi. Amma buna baxmayaraq Quranda möcüzə söz də keçmir.
Amma bəzi sözlərə möcüzə mənası verirlər. Sonra da Peyğəmbərimizin özünün, təsəvvür edin, sonuncu Peyğəmbərimizin özünün haqqında Peyğəmbərimizin möcüzələri deyək, yüzlərlə, hətta bəzən 500-dən çox möcüzəni onun adına aid eləyirlər. Yəni bu din anlayışı ola bilməz. Siz bunları inkar elədiyiniz zaman, olmadığını dediyiniz zaman, həqiqətləri üzə çıxardığınız zaman adamların təbii ki, bu günə qədər gələn mövcud sistemlərdən qarşı çıxırsınız. Həmin o çayın axınına qarşı gəldiyinizə görə sizə dəli və yaxud da kafir və yaxud da nankor və yaxud da müşrik və yaxud da münafiq, zındıq kimi terminlərdə müraciət edirlər. Bu təbiidir. Mən bunu bu yola çıxanda bilmişəm. Bilirdim qarşıma çıxacaq. Hətta bilirdim müxtəlif cürbəcür ləkələr atacaqlar, böhtanlar atacaqlar. Bilirdim ki, məni qıcıqlandırmaq üçün məsələn kimlərsə ortaya çıxıb özünü başqa cür təqdim eləyəcəklər, mənlə bağlı adını adlandırmağa çalışacaqlar, oradan prim qazanmağa çalışacaqlar, yaxud da əksinə eləməyə cəhd eləyəcəklər. Bu təbii bir prosesdir. Ona görə bu insanları da anlayışla qarşılayıram. Amma sadəcə ümid edirəm ki, o insanlarımız, o qardaşlarımız, o bacılarımız özləri bir cəhd eləyib, araşdırsalar, axtarsalar, bu nəyi deyir? Yəni şəxs üzərindən deyil, deyilənləri Qurana əsaslanıb, əsaslanmadığını bilsələr, ondan sonra inanıram ki, düzgün yolu qəbul edib, bu dediklərindən peşman olub, halallıq istəyəcəklər. Dinə baxışınıza görə həyatınız üçün də təhlükə yaranır. Bu təhdidlərdən, təhlükələrdən necə yayınırsınız? Bilirsiniz necədir? Heç kimin belə bir zəmanəti, belə bir qarantiyası yoxdur ki, bu təhlükələrdən tamamilə qoruna biləcək. Çünki bizim təsəvvür edin 10 illərdir Milli Məclisdə təmsil olunan bir millət vəkilimizə qarşı, hətta özü Ramazan ayında iftardan çıxıb evinə gələrkən, ailəsinin yanına gələrkən, başqa bir iftardan çıxan şəxs həmin o müxtəlif silahlarla atəş açır və öldürməyə cəhd edir. Daha doğrusu öldürmək istəyir, alınmır və görürük ki, ömürlük artıq həbsə məhkum edildi. Yəni bu insanları görəndən sonra Milli Məclisdə olan bir insana qarşı bunlar edilirsə, bizə edilib edilməməsi ilə bağlı bizim bir zəmanətimiz yoxdur. Yəni sadəcə olaraq biz Allahımıza güvənirik. Allahımız hara qədər bu proses davam eləyərsə o gedəcək, amma dövlətimiz bu məsələdə öz üzərinə düşən missiyasını həyata keçirir və təhlükəsizlik baxımından da müəyyən addımların atıldığını görürük, yaşayırıq. Çünki bilirəm ki, bəli, bəzilərinin siyasında adımız var. Bununla bağlı müəyyən təhdidlərin olduğunu bilirik. Müxtəlif Azərbaycan güc strukturları da bununla bağlı öz addımlarını atırlar. Bunları sadəcə olaraq biz ictimailəşdirmək istəmirik. Ümid eləyirəm ki, o insanlar da elədiklərinin qarşılığını görəcəklər. Amma inanıram ki, onlar belə fikirləşməkdənsə Allahın dininə daha çox yanaşsalar daha gözəl olar. Çünki həm dünyalarını, həm axirətlərini xilas eləmiş olarlar. Çünki Quran-ı Kərimdə var ki, bir insanı öldürmək bütün bəşəri öldürmək kimidir. Amma onlar o insanı, məsələn, fitnəkar görürsə, əgər səni fitnə fəsad törətdiyini iddia eləyirsə, kafir adlandırırsa, bunun hökmü artıq verilmiş deməkdir. Çünki həmin o insanların düşüncəsinə görə, onların dininə görə, onların məzhəbinə görə bir adamı kafir adlandırmaq, o adamın artıq ölüm hökmünə fətva vermək deməkdir. Bu, onların məzhəblərində mövcud olan bir şeydir. Onlara görə dindən dönmüş sayılır, dindən dönənin hökmü də həmin o məzhəblərə görə mürtədin hökmü ölümdür. İbadəti başa düşmədən etmək, ibadət sayılır. Xeyr, təbii ki. İbadət əslində geniş bir məfhumdur. Bir insana qarşı elədiyimiz təbəssüm belə, insanın əhval-ruhiyyəsini dəyişirsə, bunun özü də ibadətdir. Yolda keçən bir daşı oradan götürüb kənara atmağın özü də bir ibadətdir. Bir insana qarşı etdiyimiz yaxşılıq da bir ibadətdir. Namaz qıldığımız zaman onun özü də bir ibadətdir. İşimizə layiqincə yanaşıb, məsuliyyətli yanaşdığımız zaman onun özü də bir ibadətdir. Ailəyə qarşı yanaşdığınız yanaşmalar onun özü də bir ibadətdir. Dərs oxuduğunuz zaman tələbənin oxuduğu dərsin özü də bir ibadətdir. Çünki bunların hamısı mövcud olanlar üzərində. Sadəcə təəssüflər olsun ki, ibadət anlayışını gətirib, məhdudlaşdırıb, dar bir çərçivəyə salıbdılar. İndi sizin verdiyiniz suala o tərəfdən yaxınlaşım. Bəli, həqiqətən bir insan namaz qılırsa, qıldığını başa düşmürsə, düşmədən eləyirsə, onun missiyası sadəcə əyilib qalxmaqdan ibarət olacaq. Bu artıq ibadət deyilən bir hökmdə deyil. Və yaxud da namaz qılandan sonra bu insan bilmədən yenə də öz həyatını eyni şəkildə davam elətdirirsə və müsbətə doğru bir irəliləyiş yoxdursa, bu ibadətin ona nə faydası olacaq? Yaxud bir insan oruç tutursa, oruçdan da insanlarla münasibətini əsəbi formada davam elətdirirsə, bu o zaman ona ancaq ac qalmaq və susuz qalmaqdan ibarət olan bir
diyeta hökmündə olacaq. Bu artıq o ibadət hökmündən uzaqlaşmış olur. Ona görə biz elədiklərimizin nə olur olsun, mahiyyətini dərk etməliyik. Ki, həqiqətən bu nə üçündür? Məqsəd nədir? Məsələn, deyək ki, bir insan oruç tuta bilər. Oruç tutandan sonra bunun nə üçün olduğunu, məsələn, Allah Quran-ı Kərimdə bildirir ki, daha çox məsuliyyətli olmağınız üçün olduğunu bildirir. Həmin o ayəni əsas tuturuq, biz buna görə həyatımızı tənzimləyirik. Amma bir də görürük ki, bir dənə elmi araşdırma çıxır ki, oruç tutan insanlarda müəyyən bir formada həmin o bədəndəki hüceyrələr digər, məsələn, xərçəng hüceyrələrinə qarşı burada qalib olurlar, onu məhv eləyirlər kimi bir elmi araşdırmalarda biz nəticəsini görürük. Amma bizim məqsədimiz o deyil ki, bunun üçün oruç tutaq. Biz Allah buyurduğu üçün, bizə faydalı olduğunu düşünərək həmişə bunu eləyirik. Allahın birinci əsas buyruğunu nəzərə alaraq eləyirik və bunun nəticəsində də təbii ki, Allahın buyurduğunda heç bir mənfilik ola bilməyəcəyinə görə müsbət nəticələrini də bu gün elm də bizə təsdiq eləyir. Son zamanlar güya İmam Mehdi zühur edib kimi fikirlər səsləndirilir. Videodakı şəxsi ingiliscə və rəqəm seminar oxuyur. Bu haqda münasibət bildirərsiniz. Sadəcə bilirsiniz nətərdir? Bu təəssüflər olsun ki, bütün məzhəblərdə var. Şiəsi də, sünnisi də, hamı bir Mehdinin gəlişini gözləyir. Bundan başqa İsa Peyğəmbərin gəlişini gözləyirlər. Xristianlar da İsa Peyğəmbəri gözləyirlər. Yəni bu təəssüflər olsun ki, natamamlıq kompleksidir. Yəni insanların özlərinin eləyə bilmədiklərini və yaxud da etmədiklərini, tənbəlliklərindən gözləyir ki, bizim əvəzimizə başqaları gəlib eləyəcək. Yəni Mehdi gəlib nə edəcək? Məsələn, bu günlərin Şiənin Mehdisi ilə Sünninin Mehdisi fərqlidir. Şiənin Mehdisini gəlsə Sünnilərin Mehdisi qəbul eləməyəcək, Sünnilərin Mehdisi gəlsə Şiələr qəbul eləməyəcək. Yəni yaxud da İsa Peyğəmbər gəlsə, İsa Peyğəmbəri məsələn müsəlmanlar qəbul eləməyəcəklər, xristianlar fərqli qəbul eləyəcək, amma müsəlmanların deyək ki, İsası gəlsə, onlar deyəcək, biz Tanrı olaraq qəbul edirdik, onu qəbul eləməyəcəklər. Bunların özləri hamısı başdan sona qədər yanlış bir şeydir. Əgər həqiqətən belə bir mehdilik varsa, məsələn, Bosniya-Hersegovinanın, Allah rəhmət eləsin, keçmiş başçısı var idi, Aliya İzzətbəqoviç. Onun gözəl bir ifadəsi var idi ki, mehdilik bizim tənbəlliyimizin adıdır deyirdi. Yəni, bunu bir növ başqa bir uşaqla bağlı da əlaqələndirmək olar. Uşaq bir-biri ilə dalaşdığı zaman, gücü çatmadığı zaman deyir, atam gəlsin gör nə edəcəm misalı kimi. Biz də özümüz, özlərimizə düşən missiyanı eləməyin əvəzinə, öz üzərimizə düşən öhdəliyi yerinə yetirməyin əvəzinə gözləyirik ki, başqa birisi gəlib bizi xilas edəcək. Bizim üçün Mehdimiz Qurandır. Quranda da mehdilikdən bəhs olunmur. Çünki Mehdinin özü həmin zaman baxırıq ki, ismi fail deyil, məfuldur. Yəni, hidayət olunan mənasında götürürsə, hər kəs, müsəlmanların hamısı özünə hidayət olunmuş sayırsa, hamısı Mehdidir bu mənada. Bizim gəlmiş olan kitabımız var. Kitaba baxılaraq biz baxaraq öz həyatımızı tənzimləyə bilərik. Öz həyatımızı yaşaya bilərik. O insanlar üçün göndərilmiş bir konstitusiya deyil, həyat yolu kitabıdır. Bizə yolumuzu göstərir. O roadmap deyirlər. Bizim yol xəritəmizdir. Biz ona baxdığımız zaman yolumuzu tapa bilirik. Allah da bizə burada seçim verir. Həmin seçim hüququnda da istəyən deyir kafir olsun, istəyər iman gətirsin. Allah bizə seçim verirsə, bunun əksini iddia eləmək Allahlıq iddiasıdır. Başqa bir İnsan surəsinin 3-cü ayəsi var. Deyir, istəyən şükür eləsin, istəyən naşükür olsun. Yəni, bu seçimi Allah bizə verirsə, əksini iddia eləmək heç bir şəkildə doğru deyil. Sadəcə biz öz seçimlərimizə görə də hər bir zaman sabahların nəticəsinə qatlanırıq. Ya bunun əvəzində elədiyimiz yaxşılıqlara görə mükafatlandırılacağıq, ya da elədiyimiz səhvlərə görə əvəzini mütləq görəcəyik. Quranda yaxud da xristianların kitabında onların geri dönəcəyinə dair məlumat varmı ki, insanlar onları gözləyir? Baxın, Qurana baxdığımız zaman Quranda Mehdinin gəlişi ilə bağlı heç bir ayə görə bilmərsiniz. İsa Peyğəmbərin gəlişi ilə bağlı tərcümələrdə xətalı tərcümələr verərək bunu etməyə çalışırlar, amma bu da mümkün deyil. Tərcüməyə baxdığınız zaman birinci onun vəfat etdirilməsindən bəhs edildiyini görürük İsa Peyğəmbərin. O zaman buradakı məsələlər hardan qalır? Məsələn, xristianlıqda bəli var. Xristianlığın özünə görə İsa təkcə Məsih olaraq, Meşiyah olaraq Yahudilikdəki anlayışda olduğu kimi, məsələn, onlar da başqa bir Meşiyah gözləyirlər, Mehdi gözləyirlər özlərinə görə. Yer üzünə gələcək. Gələndən sonra 1000 il yerdə yaşayacaq. Sonra ona insanları dirildib, onları mühakimə eləyəcək. Ona inananlarla bu dünyada yaşayandan sonra 1000 il sonra təkrar göyə qalxacaq. Ondan əvvəl Armagedon savaşı və s. kimi olacaq. İnançları var onların. Yəni bu inancların heç biri əslində Qurana uyğun deyil. Belə bir anlayış yoxdur. Quran bizim üçün həqiqətən Mehdi gözləyirsə, Quran özü Mehdidir. Həmin orada bütün gələn qaydalara
bizə göstərilən yola uyğun olaraq həyatımızı yaşadığımız zaman bu bizim üçün bir həyat yolu kitabı olacaq. Bizə həyatımızı asanlaşdıracaq. Amma dediyimiz məsələlər, rəvayətlər, digər məsələlər bizim həyatımızı daha da çətinləşdirib, qəlizləşdirib bizə gətirib çıxarır. Bunlar isə heç bir şəkildə İslamın yeganə və tək mənbəyi olan Qurana uyğun deyil. Şükür eləmək, yaxud da naşükür olmaq bu bizim seçimimiz isə. Və gələcəkdə dediyiniz kimi biz bunun nəticəsi ilə qarşılaşacağıq. Yəni ya cəhənnəmlə ödüllendiriləcəyik ya da cənnətlə. Daha doğrusu ya cənnətlə ödüllendiriləcəyik ya da cəhənnəmlə cəzalandırılacaq. Bu halda buna seçim demək doğru olardı mı? Yox, bu nətərdir? İnsan necə olur? Məsələn, biz deyək ki, öz övladlarımıza, ailəmizə, uşaqlarımıza və yaxud da təhsil verdiyimiz gənclərə yol göstəririk ki, bunu elədiyiniz təqdirdə, yaxşı oxuduğunuz dərsdə imtahandan keçəcəksiniz. Eləmədiyiniz təqdirdə imtahandan kəsiləcəksiniz. İmtahandan keçən insan artıq özü üçün müsbət bir yol cığır açır və o yolla davam edir. Keçənməyən insan isə sabahlarım gedib həmin o təhsilini də heç eləyir, öz həyatını daha mənfi bir şəkildə yaşayır. Əgər bunlar əməllərə sirayət elədiyi təqdirdə o insan ya mükafatlandırılmış olur, ya da cəzalandırılmış olur. Əgər xeyr, bir insan öz beynində düşündüyünə görə cəza və yaxud da mükafat almır. Bir insan haqqında yaxşı da düşünə bilər, səhv də düşünə bilər. Bunu həyata keçirmədiyi təqdirdə o problemləri yaşayır. Əsas problemlər, məsələ həyata keçirildiyi təqdirdə səhv yol tutan, həmin o səhvlərlə davam eləyərsə, bu elədiyi seçimi, nəticəsini o cürə gördüyünə görə əvəzini görəcək. Yaxşı adam da təbii ki, yaxşılıqlar elədiklərinə görə mükafatlandırılacaq. Dində haram buyurulan, məsəl üçün, yeyilməsi qadağan olan qidaları var. Spirtli içki içmək günahdır. Deyək ki, spirtli içki içir, amma könül də qırmır. Donuz əti yeyir, amma bir çox ibadətkardan daha çox ibadət göstərir. Bu halda onun cəzası cəhənnəmdir ya cənnət deyəm. Bunu necə dəyərləndiriyorlar? Yox, məsələ onunla bağlı deyil. Baxın, Quran-Kərimdəki haramlar bəllidir. Böyük bir orada belə yüzlərlə bir haramdan söhbət getmir. 4-5 dənə haramdan bildirilir. Maidə surəsinə baxdığımız zaman görə bilirik. Həmin oradakı haramlar nədir? Məsələn, leş əti yeməmək. Sonra leş dediyimiz, sonra bu qanı yeməmək, donuz əti yeməmək, bu kimi məsələlərdir, qısa, konkret. Yəni bunu yediyinə görə Allah demir ki, səni cəzalandıracaq. Sən sadəcə məsələn, spirtli içki içdiyin zaman sən nə edirsən? Artıq sən olmursan. Sən olmadığın zaman sən ayrı vaxtda özünə rəva bilmədiyin hərəkətləri eləmiş olursan. Və sabahlarım, məsələn, deyək ki, bizə həmişə uşaq vaxtı öyrədilən bir yanaşma var idi ki, bir insan gətirirlər ki, bunu qətlə yetirir, eləmir. Deyirlər ki, başqa birinə təcavüz eləmir. Deyirlər, içki var, hə, deyir, bunlardansa birini içkini içərim. İçki içəndən sonra insan özündə olmadığına görə digərlərini də eləyir. Məsələn, bunlar yenə də o haram qoyulan məsələ sənin əməllərinlə bağlı məsələdir. Deyək ki, əgər sən bunu həyata keçirdiyin təqdirdə, həyata keçirib pis əməllər törətdiyin təqdirdə, başqalarına zərər verdiyin təqdirdə əvəzini alırsan. Yoxsa mən donuz əti yediyimə görə cəhənnəmliyəm deyə bir ifadə yoxdur. Bir insan səhv eləyə bilər. Məsələn, bu günlərim iş yerində bir insan əgər işin qaydalarına tərs hərəkət elədiyi zaman nə edir? Bu töhmət alır. Sonra ikinci dəfə davam elədiyi zaman şiddətli töhmət alır və üçüncüdə təbii ki, buna uyğun olaraq işdən uzaqlaşdırılır, kənarlaşdırılır. Burada da elədir. Bir insan səhv elədiyi zaman o səhvinə uyğun olaraq cavabını alacaq. Yaxşılıqları çox olarsa, yaxşılıqlarına görə mükafatını alacaq. Çünki bu elə bir tərəzi deyə bilərik ki, tərəzidə o demək deyil ki, səhvsiz və yaxud da ancaq yaxşılar olacaq. Xeyr, səhvlə deyək ki, düz çəkiləcək, misal üçün deyirəm, yaxşıları çox olanlar cənnətə daxil olacaqlar. O demək deyil, məsələn, peyğəmbərlərin də səhv olub. Belə bir şey də var. İnsanın özünə cəzalandırması da bu bədən bizə əmanətdir. Bu əmanətə xəyanət eləmək də özü günahdır. Çünki intihar eləmək və yaxud da öz bədənimi istədiyim hərəkətləri eləmək də doğru deyil. Yəni və yaxud da övladımız mənim övladımdır deyib, 9 ay onu mən dünyaya, ana bətnində gəzdirmişəm, dünyaya gətirmişəm, istədiyim kimi hərəkət eləyə bilərəm, deyə bilmərəm. Artıq o da dövlətin nəzarətində olan bir əmanətdir. Onu müəyyən bir yaş həddinə qədər siz yetişdirə bilərsiniz. Müəyyən bir dövrdən sonra dövlət gəlir, oğlandırsa əskərliyə və yaxud da qızdırsa, sabahlarım artıq müstəqil şəxs olaraq öz həyatını rahatlıqla davam elətdirə bilər. Artıq 18 yaşından sonra biz onun rəsmi olaraq nə ailə həyatı qurmasına, nə deyək ki, təhsilinə, nə hər hansısa bir həyatına heç birinə qarışa bilmərik. Və qarışdığımız təqdirdə dövlət bizə qarışdığımıza görə üzərimizə gələ bilər ki, sən nə haqla başqasının həyatına müdaxilə edirsən. İrandakı siğə məsələsinə toxunardınız son olaraq.
Onun münasibətiniz necədir? Daha doğrusu nə anlamdaşır? Baxın, bu siğə məsələsini həmin o sadəcə olaraq Cəfəri məzhəbi, İmamiyyə məzhəbi və yaxud da Şiə məzhəbi deyən insanlar bunu öz zərərlərinə götürürlər. Onlar deyirlər ki, Qurani-Kərimin Nisa surəsindəki bir ayəni, 24-cü ayəni səhv eləmirəmsə, əsas qəbul eləyərək, orada qadınlara verilən ücrət əvəzinə ucurəhunna sözü keçir. Onu iki nəfərin arasında olan münasibət qarşılığında verilən bir vəsait kimi təqdim edirlər ki, halbuki Quranın həmin o ucur sözünü götürdüyünüz zaman, ücrət sözünü götürdüyünüz zaman başqa ayələrdə də keçir. Bu qadına verilən əslində mehirdir, mülkiyyət haqqıdır. Məsələn, ailə həyatı qurulduğu zaman qadına verilən bir vəsait olmalıdır, boynuna götürülüb. Ki, niyə sabahlarım kişi olmadığı təqdirdə, vəfat elədiyi təqdirdə və s. o qadının şəxsi vəsaiti olur. O qadın həmin o müddət ərə gedənə qədər və yaxud da müəyyən bir məsələsi olana qədər olmadığı təqdirdə onu istifadə edərək özü və yaxud da uşaqlarını həyata keçirməlidir. Bununla bağlıdır. Yoxsa məsələn, siğə dediyimiz anlayış, üzr istəyirəm ifadəmə görə, bugün əxlaqsızlığa dini don geyindirməkdən başqa bir şey deyil. Çünki şahid olmur, iki nəfər özləri öz aralarında qərar verir. Bundan sonra sabahlarım heç bir məsuliyyət daşımırlar. İddət müddəti dediyimiz anlayış evliliklə bağlı elə bir əlaqəsi olmur bunun. Ondan sonra miras dediyimiz vərəsəlik hüququ olmur bunun. Hətta siğədə elə deyirlər ki, sabahlarım qarşındakı qadının evli olub olmadığını soruşmadan belə ona yanaşa bilirsənsə, bunun adına başqa nə demək olur? Çünki insanlar yenə də dediyim kimi özlərinə rəva bilmədiklərini, sırf məsələyə başqa cür yanaşdıqlarına görə, beyinlə düşünmədiklərindən görə, yəni özlərinin ehtiraslarını bu cürə qələmə verib və bunu da din adı altında dini don geyindirərək həyata keçirirlər, təəssüflər olsun ki.